dostlar, bir gün Kamillə bərabər hamster haqqında danışmaq istəyirik. Hamsterlar yumşaq tüyləri olur, həm də 8 ya da 6 santimetr olur. Hamınıza salam, mən Kamil. Bu günləri mən hamsterlar haqqında danışacağam. Hamsterların dişləri çox uzaya bilər və beləliklə bir çox şeyləri də kəmirə bilərlər. Hamsterlar fındıq yeyirlər və onlar yaxşı qidalanaraq 4 il yaşaya bilərlər. Həm üzündə kisəsi var. O kisə fındıq yığıb saxlayır. Fındıqlar çox qram ala bilərlər. Yəni onlar çox yeyərəkdən hardasa 139 qrama qədər çıxa bilərlər. Onlar çox şirindilər. Onlar çöl siçanları kimi deyildilər. Onlar evcil və insana tez alışandılar. İnsan eğitimlərinə ən tez şəkildə öyrənən heyvan sıralarında hamsterlar var. Hamsterların yumşaq tükləri olur. O qədər yumşaqdır ki, hardasa yastıq kimidir. Yastıqdan da yumşaqdır hətta. Hamsterlar həmişə yuvalarından qaçıb bizə sürpriz gətirə bilərlər. Yəni belədir ki, onlar çox şirin olsalar da evdən çox yaxşı bir şəkildə qaça bilirlər. Bu da bunun ağıllı olduğunu göstərir. Hamsterlar pişiklərdən qorxurlar. Çünki onu yeyərlər deyə. Və böyük olduğu üçün. Hamsterların bəziləri evindən çox qaçır. Bəli. Suriya hamsterları. Suriya hamsterları çöllük ərazilərdə yaşayırlar. Suları çətin tapırlar, ancaq yenə də harda olduqlarını hiss edirlər. Onlar 3 il yaşayırlar və çox tez qaça bilirlər. Amma istəsələr. Suriya hamsterlar tez qaça bilirlər, həm də dostları ilə danışa bilirlər. Ən yaxın dostu olsa belə durduq yerə ola bilər. Onlar balalaşsalar, yəni qızlar balalaşsalar 6 və 12 balaları olur. Hamsterların gözləri zəifdir, ona görə qoxalaraq hər şeyi tanıya bilirlər. Hər nəsə dostlar, Videomuzun sonuna gəldik, görüşərik. Görüşərik.